Deməli biz uşaqlar indi sizinlə danışırıq ümumdünya cazibə qanunundan. Nədən danışırıq? Ümumdünya cazib etmə qanunu. Bu qanun nədir ümumiyyətlə uşaqlar? Deyirik ki, yer səthində istənilən iki toz zərrəciyi arasında belə cazibə var. Yəni iki toz zərrəciyi də. Hal-hazırda otaqda mən məsəl üçün kompüterin qarşısında oturmuşam. Kompüterlə mənim aramda, mənimlə qələm arasında, qələmlə kitab arasında, bu yaxınlıqda olan bütün cisimlər arasında nə var uşaqlar? Cazibə var. Həmin o cazibəni də göstərmək üçün belə bir düsturumuz var bizim. Baxın, həmin o cəzb etməni də göstərmək üçün belə bir düsturumuz var. F bərabərdir, J vurulsun birinci cismin kütləsi, vurulsun ikinci cismin kütləsi, böl onlar arasındakı məsafənin kvadratı. Yəni, söhbət nədən gedir? İki dənə cisim götürürük. Bax, bu R, bu cisimlərin mərkəzləri arasındakı məsafədir. Kürək götürmüşəmsə, bunların radiusu zad deyil uşaqlar. Bunun mərkəzindən ta ki, bunun mərkəzinə kimi olan məsafədir. Radiusla qarışdırmayın. Bəs M1, M2 nədir? M1 məsələn bu cismin kütləsidir. M2 bu cismin kütləsidir. M1, M2 nədir uşaqlar? Kütlədir əlbəttə ki. Bax, J bəs nədir? Ona gələcək. J-ni hələ ki saxlayaq. J gravitasiya sabitidir. Onu nə cür təyin ediblər? Orasından danışarıq. İndi uşaqlar, bax, bu iki cisim arasında nə vardı deyik? Cazibə qüvvəsi var dedik. Bu cisim, bu cismi, bu cisim də bu cismi nədir? Cəzb edir. Bunlar arasındakı o cəzb etmə qüvvəsini təyin etmək üçün bizim belə bir düsturumuz var. Həmin onlar arasındakı cazibə qüvvəsini təyin etmək üçün J vurulsun birinci cismin kütləsi, vur ikinci cismin kütləsi, böl onların mərkəzləri arasında. Bax, buradan bura demirik, buradan bura deyirik. Mərkəzləri arasındakı məsafənin nəyi deyirik? Kvadratı demiş oluruq. İndi uşaqlar, diqqət edin bu təcrübədən də deməli, bax, məsələn, iki dənə cisim qoymuşuq. Məsələn, birincinin kütləsi deyək ki, 1 kiloqramdır. İkincinin kütləsi də 2 kiloqramdır. Məsəl üçün, əslində burada bilyon, milyon deməkdir, yoxsa translate-dən istifadə edək. Salamünaleyküm. Milyard kilogram. Bilyon milyard kilogram imiş. 5 milyard kilogram, 7 milyard kilogram. İndi uşaqlar, həddən artıq böyük iki dənə cisim götürmüşük. Bir də daha baxın, bilyon, milyard. Deməli, iki dənə cisim götürmüşük və bunlar arasındakı məsafəni də məsafəni deyək ki, 4 kilometr qoyublar. Bunu yaxınlaşa da bilirik, uzaqlaşdıra da bilirik. Bu cisimlərin kütləsini artıra da bilirik. Məsələn, sabit bir kütlə götürək. Kütləyi göstərmirlər burada. Baxın uşaqlar, bunun ölçüləri, daha doğrusu kütləsi fərqli olsa da constant size sabit ölçüdür. Sabit ölçülü iki cisimdir, amma fikir verin, biri 5 milyard kilogram, biri isə 7 milyard kiloqramdır. Bunlar arasında hansı qüvvənin olacağından danışırıq? Cazibə qüvvəsinə. Cazibə qüvvəsinin qiymətinə görə hesablanır. J vursun M1 vur M2 bölünsün R kvadratı düsturu ilə nə olunurdu? Uşaqlar, görsənmədi deyəsən, lövhədə. Gəlin qələmin rəngi dəyişək. Deməli, F bərabərdir J vurulsun M1 vur M2 böl R kvadratı düsturu ilə bunlar arasındakı cazibə qüvvəsinin qiyməti nə olunur uşaqlar? Hesablanmış olur. Yenə deyirəm, J bir sabitdir, J sabitdir, onun ədədi qiyməti var. Əzbərləməyə ehtiyac yoxdur. Məsələ həllində məsələnin sonunda qeyd olunur. M1 bu cismin kütləsi, M2 bu cismin kütləsi. R bunların mərkəzləri arasındakı nədir uşaqlar? Məsafədir və J-ni M1, M2-yə vurub da mərkəzləri arasındakı məsafənin kvadratına böldükdə bunlar arasındakı cazibə qüvvəsini təyin etmiş
oluruq. Və bura diqqət edin uşaqlar. Force on mass 1 by massa 2. Yəni birincinin ikinciyə göstərdiyi cəzb etmə, yəni təsir qüvvəsi də deyə bilərik. Force 1 on mass 2 by mass 1. Deməli, ikinciyə birinci tərəfindən təsir göstərilən. Burada da deyir ki, birinciyə ikinci tərəfindən. Çünki bu birincini, birinci kütləli cismi. İkinci cisim neydir uşaqlar? Özünə çəkir. Hansı qüvvə ilə? Gəlin burada hətta force value deyək. Bax, fikir verirsiniz uşaqlar. Dəyərini də göstərək. Burada görürsünüz, ikinci cismin, bu cismin birincini özünə çəkdiyi qüvvə, bax, bayaqki düstur ki var idi, F bərabərdir J vurulsun M1 vur M2 bölü R kvadratı düsturuna görə yerinə qoyulub hesabladıqda fikir verirsin, nə kiçik qiymət alınır. Milyard kiloqram etməyimizə rəğmən, 5 milyard kiloqram, 7 milyard kiloqram etməyimizə rəğmən bunların arasındakı cəzb etmə qüvvəsinin qiymətinə baxın uşaqlar, 132.4 Newton. Yəni, ikinci cisim birincini özünə hansı qüvvə ilə cəzb edir? Təxminən 132 Newton. Bu zaman fərqi yoxdur. Birinci cisimdə ikincini elə, birinci cisimdə ikincini özünə 132 Newton, daha doğrusu 132 Newton qüvvə ilə nə edəcək? Cəzb etmiş olacaq. Və bunlar arasındakı cəzb etmə qüvvəsini də təyin etmək üçün bu düstur bizim köməyimizə toxunmuş olacaq. Burası aydındır uşaqlar. Problem yoxdur. Fikir verirsiniz uşaqlar, biz indi burada məsəl üçün kütləni artırdıqca cazibə qüvvəsinin qiyməti də nə olur uşaqlar? Artır. Məsafəni uşaqlar azaldan da cazibə qüvvəsinin qiyməti artır. Amma məsafəni artıranda cazibə qüvvəsinin qiyməti də nə olmuş olur? Azalmış olur. Çünki siz düsturdan da görürsünüz ki, cazibə qüvvəsi kütlə ilə nə cürasıdır uşaqlar? Düz. Kütlə artanda qüvvənin də qiyməti nə olur? Artır. Amma məsafənin kvadratı ilə nə cürasıdır? Kvadratı ilə tərs. Məsafəni artıranda cazibə qüvvəsi də qiyməti nə olur uşaqlar? Azalır və yaxud da azaldanda artır deyə bilərik. Aydındır uşaqlar. Problem yoxdur burada. Bizdəki yer səthində istənilən ki, toz zərrəciyi arasında belə nə var? Cazibə var və bu cazibəni təyin etmək üçün ümumdünya cəzb etmə qanunu deyə bax, bayaqki riyazi ifadəsini ümumiləşdirib təyin ediblər. Burada dedik ki, F cəzb etmə qüvvəsidir, J qravitə sahibdir, M1, M2 bu cisimlərin kütlələri, R kvadratı isə mərkəzləri arasındakı məsafədir. Burada yadınızda saxlamalı olduğunuz bir qeyd var ki, uşaqlar, məsafə deyəndə siz görürsünüz ki, məsafə deyəndə cazibə qüvvəsi məsafənin kvadratı ilə nə cürasıdır? Tərs. Onda məsafə deyəndə kvadratı ilə tərs aslı götürəcəksiniz. Və belə yaza bilərsiniz ki, F1 bölünsün F2, əgər məsafə deyilirsə, yazacaqsınız ki, uşaqlar, kvadratı ilə tərs aslı olduğuna görə R2 böl R1-in kvadratı. Bax, məsələ həllində uşaqlar, məsafə sözünü görüb də o məsafələr və yaxud da qüvvələrdən biri verilib digəri soruşsa, yazmalı olduğunuz tənasüb budur. F1 böl F2 nəyə bərabərdir? R2 böl R1 üstü 2-yə bərabərdir. Məsafə deyildikdə. Bəs radius deyildikdə, uşaqlar bəzən çaşdırır, bu aşağıdakını radius kimi götürür. Radius deyil uşaqlar. Radius deyildikdə 4-cü dərəcədən qüvvəti ilə düz aslı götürəcək. Bu nədir uşaqlar? Məsafədir. Bəs radius deyildikdə nə cür baxacaq? Məsələnin şərti belə olur ki, bir-birinə toxunan iki eyni radiuslu, məsəl üçün R radiuslu bir, deyək ki, polad kürə və s. verilib. Bax, bir-birinə toxunan iki eyni radiuslu polad kürə verilib. İndi uşaqlar, bu zaman bunlar arasındakı cazibə qüvvəsinin qiymətini təyin edək. J vurulsun, M1 vur M2 böl R kvadratı yazacaq. Bir-birinə toxunan polad kürədir. Bu kürələrin kütləsini təyin etmək üçün M1-i açarıq, Rho1 V1. Məsələn, biri polad, biri alüminium demədim ki, Rho demərəm artıq, Rho1 demərəm, Rho deyəcəm. Bax, R kvadratı öz yerində,
M1'i açdım. Nə cür? Rho1 vurulsun V1. Siz bilirsiniz ki, kütlənin düsturu nə cürdür uşaqlar? Newtonda keçmişik, rho V-yə bərabərdir. M1'i rho1 V1 kimi açdım. M2'ni də rho2 V2 kimi açdım. Ona görə mən rho1, rho2 yazmadım ki, bir-birinə toxunan eyni radiuslu deyirəm. Eyni radiuslu deyirəm. Və polad kürə deyirəm. Ona görə artıq rho1, rho2 yazmağın yeri yoxdur. Çünki biri alüminium desəydim və s. fərqli növ desəydim, onda sıxlıq fərqli olardı. Amma polad kürə dediyimə görə rholar eynidir. J vurulsun. Rho-nu rho-ya vursaq olacaq rho kvadratı. Bax, polad kürə dediyimə görə siz bilirsiniz ki, kürənin də həcmini tapmaq üçün düstur nədir uşaqlar? 3/4 pi r kubudur. Kürənin həcmini təyin etmək üçün düstur nədir? 3/4 pi r kubu. Və məsəl üçün V1'i tapmaq üçün nə yazacaq? 3/4 pi r1'in kubu. V2'ni yazmaq üçün isə 3/4 pi r2'nin kubu. Böl buradakı r kvadratı da öz yerində. Radiuslar r idi də uşaqlar. Radiusları nəyə bərabər idi? Elə r-ə bərabər idi. Ona görə buradan r1, r2'ni sildim. İndi birazca da sadələşdirim bu düsturu. J vurulsun rho. Bax, 3/4'ü 3/4'ə vuranda neçə eləyir uşaqlar? 9/16. Pi'ni pi'yə vuranda pi kvadratı. Bax, r kubu ilə r kubu r kvadratı. İxtisar getsə bu kubla bunun kvadratı burada qalacaq r. R vur r kubu olacaq r üstü 4. Siz görürsünüz indi uşaqlar, cazibə qüvvəsi radiusdan nə cür asılı oldu? 4-cü dərəcədən düz. Bax, məsafə ilə nə cür asılı idi? Məsafə ilə tərs. Radiusla nə cür asılı idi? Yəni, biz bu düsturu əzbərləməmizə ehtiyac yoxdur. Bir müddət sonra onsuz da özünüz aça biləcəksiniz. Amma sizə sadəcə olaraq bunu izah etmək üçün bunu danışdım ki, haqqında çoxlu yəni detallı danışdım ki, sizə radius deyiləndə, radius deyəndə onda belə tənasüb yazmalısınız. 4-cü dərəcənin düz asıdır. Yəni f1 böl f2 bərabərdir elə nəyə? r1 böl r2 üstü 4 yazmalısınız. Aydındır uşaqlar. Amma məsafə deyəndə radius deyəndə 4-cü dərəcədən düz, məsafə deyəndə kvadratı ilə nə cür asılı götürməlisiniz? Tərs asılı götürməlisiniz. Və biz burada əslində qeyri-adi bir riyazi əməliyyat icra etmədik. Burada cazibə qüvvəsinin üçün J vurulsun M1 M2 böl R kvadratı düsturunu yazdıq. Və burada M1'i açdıq rho V kimi, M2'ni açdıq rho V kimi. Sonra rho'ları vurub J vurulsun rho kvadratı. V1'i açdıq 3/4 pi r kubu kimi. V2'ni də açdıq 3/4 pi r kubu kimi. Yəni eyni radiuslu idi. R kvadratı ilə R'in kubu ixtisar gedəcək, burada R qalacaq. Sonra vurduq, aldıq ki 9/16 J vurulsun, burada uşaqlar rho kvadratıdır. Çünki rho-nu rho-ya vurmuşduq. Rho kvadratı deməli 9/16 pi kvadratı r üstü 4'dür. Və görürük ki, cazibə qüvvəsi radius deyəndə 4-cü dərəcədən qüvvəti ilə nə cür asılı olmuş oldu? Düz asılı olmuş oldu. Burası aydındır uşaqlar. Problem yoxdur. Qaranlıq qalmadı. Bir də belə bir qeydimiz də var. Bunu da yadınızda saxlamalıyıq. Roman, bunları başa düşürük. İndi belə bir qeydimiz də var. Qeydimiz nədən ibarətdir uşaqlar? Qeydimiz odur ki, baxın, məsələn, f bərabərdir J vurulsun M1 vur M2 böl R kvadratında. Bu R kvadratı yenə deyirəm məsafədir və biz bunu normal məsafə adlandıracaq. Normal məsafə. Normal olmayan məsafələr varmı müəllim? Bəli. Baxın, indi məsələn 2 polad kürə götürürəm. İndi birazca yaxşı çəkə bilməyəcəm. Deməli, 2 polad kürə götürürəm məsəl üçün uşaqlar. Normal olmayan məsafə dedikdə nə nəzərdə tutulur? Bax, normal məsafə, məsələn, normal məsafəni qırmızı ilə çəkirəm. Normal məsafə odur ki, bunun mərkəzindən bunun mərkəzinə kimi olan məsafədir.
Bu normal məsafəmizdir. Bir də var maksimal məsafə. Baxın, deməli maksimal məsafə, maksimal məsafə. Maksimal məsafə odur ki, bunun mərkəzindən uşaqlar, bunun deməli o biri səthinə kimi olan məsafədir. Bax, bu hissəsinə kimi deyək. Bunun mərkəzinə onun bu hissəsinə kimi olan məsafə. Məsələn, sizə deyər ki, maksimal məsafə 10-dur və radiusu da ki 2 metrdir. Gətirib burada r-in yerinə nə qoyacaq? R-in yerinə nəyi qoymamız lazımdır? Normal məsafəni. Elə deyil, radiusun yerinə nəyi qoymağımız lazımdır? Normal məsafəni. Əgər maksimal məsafə buradan bura kimi olan hissə 10 metrdirsə, məsəl üçün, onda bizim üçün nə artıqdır? Bir dənə radius artıqdır da, elə deyil. Onda ondan 2-ni çıxıb, gətirib bura nəyə qoymağımız lazımdır? 8-i qoymağımız lazımdır. Çünki maksimal məsafədə nə artıqdır? Bir dənə radius. Başa düşdük? Məsələnin həllində maksimal məsafə sözünü görsək, onda maksimal məsafədən radiusu çıxmalıyıq. Bir də var uşaqlar. Gəlin, bunu da fərqli bir rənglə yazaq. Bir də var minimal məsafə. Minimal məsafə. Minimal məsafə. Minimal məsafə deyəndə nə başa düşürük uşaqlar? Bax, bunun mərkəzindən bunun bu səthinə kimi olan məsafədir. Bax, bu səthinə kimi olan məsafədir. Minimal məsafə. Bu minimal idi, bu maksimal idi. Qırmızı isə normal məsafədir. İndi məsələn desəydi ki, 10 maksimal yox, nədir? Minimal məsafədir. 10 nə cür məsafədir? Minimal. Nə çatışmır? Bir dənə radius çatışmır. Biz minimal məsafənin üstünə onda radiusu gəlib, bura neçə qoyacaq? 12 qoyacaq. Aydındır uşaqlar? Cəmi başa düşdün, yoxsa biraz açaq? Deməli, uşaqlar minimal məsafə veriləndə radiusu gəlirik üstünə, düsturda yerinə qoyuruq. Maksimal məsafə veriləndə radiusu çıxıb, düsturda yerinə qoyuruq. Yox, normal məsafədir və yaxud da sadəcə maksimal, minimal sözünü deməyib məsafə deyirsə, onda elə olduğu kimi onu qoyuruq. Bu belə, yəni cazibə qüvvəsində biz artıq danışdıq. M1, M2 cismin kütləsi R məsafədir, radiusa deyil. Radius desə dedik ki, 4-cü dərəcədən qüvvəti ilə düz asıdır və maksimal, minimal məsafə də verilmiş olsa, nəyə diqqət etməli olduğumuzu biz sizinlə vurğuladıq. İndi gəlin biraz açaq ki, buradakı bəs bu J nədir? Bəli. Bu tərəfdə otur sənə zəhmət. Çox da isti deyil. Burası istilik gəlmir. Sən orada oturanda əlbəttə isti olur. Burada otur. Məsələn, mən hal-hazırda burada isti deyil mənə, mən donuram burada. Deməli, oralar istidir uşaqlar. Çox istidir. Elə görsən. Ora heç yaxın olmasın. Deməli, indi bura baxaq uşaqlar. Davam eləyək. İndi danışaq o J nə idi bəs? F vurulsun, J vurulsun M1, M2 böl R kvadrat. Uşaqlar, nə ediblər? 2 dənə 1 kilogramlıq cisim götürüblər. 1 kilogramlıq cisim götürüblər. Bunların mərkəzlər arasındakı məsafəni də qoyublar 1 metr. Və bunların mərkəzləri arasındakı bu məsafəni də, bunun mərkəzinə kimi olan məsafəni də qoyublar nə? 1 metr. Bu zaman bunlar arasındakı cazibə qüvvəsinin qiymətini əvəz ediblər bir J ilə. Yəni, bir daha deyirəm. Baxın, 2 dənə 1 kilogramlıq cisim götürüblər. 2 dənə 1 kilogramlıq cisim götürüblər. Bunların mərkəzləri arasında məsafəni də qoyublar 1 metr. Bu zaman bunlar bir-birini cəzb edəcək də. Həmin o cazibə qüvvəsinin qiymətini bir etalon kimi, şablon kimi istifadə ediblər. Altdan %67 dediyimiz vursunun üstü mənfi sizdə var. Deməli, bax bunu ki, ədədi qiymətini əzbərləməyə ehtiyac yoxdur uşaqlar.
lazım deyil. J-ni siz çalışma həllində aşağıda qiymətini görəcəksiniz. Əlbəttə ki, bəzən yuvarlaqlaşdırılıb veriləcək. Deməli, J-ni əzbərləməyə ehtiyac yoxdur. Sadəcə amma bilin ki, nədir? J nədir uşaqlar? Gravitasiya sabitidir. Bəzən təcil deyirlər, yox uşaqlar, o J budur. Birazdan ondan danışacaq. Bu nədir uşaqlar? Gravitasiya sabitidir. Sabit bir kəmiyyətdir. Yəni, onun ədədi qiyməti var. O sabit də hardan gəldi? 2-1 kiloqramlıq cismin mərkəzləri arasındakı məsafəni 1 metr qoyublar. Bu zaman bunlar arasındakı cazibə qüvvəsinin qiymətidir. Və buradan məsəl üçün J üçün vahid nədir desələr, gravitasiya sabitinin vahidi nədir desələr, gəlin baxın uşaqlar. Bu R kvadratını çarpaz F-ə vura bilərik də. Buna 1də F kimi baxıb, 1 vurulsun bu ifadə, bu vurulsun bu ifadə. Onda belə bir düstur alınacaq. F R-in kvadratı bərabərdir. J vurulsun M1 vur M2 şəklində. Biz buradan uşaqlar J-ni də taparsaq, J də nəyə bərabər olacaq? F vur R-in kvadratı bölünsün nə? M1 vur M2-yə. F-in yerinə nə yazacaq? Newton. R nə idi? Məsafə. Nə yazacaq? Metr. Kvadratı da nəzərə alacaq. Bu kütlədir də. Kütlənin vahidi nədir? Kiloqram. Kiloqram vur kiloqram. Nə olacaq? Kiloqram kvadratı. Newtonunu da açarıq lazım gəlsə, biz əsas vahidlərlə tam olaraq nə edərik uşaqlar? İfadə etmiş olarıq. Yenə deyirəm, biz nə etdik? Bax, buradan J-ni tapanda R kvadratını F-in yanına köçürdük. F-R kvadratı bərabərdir. J vurulsun M1 M2 şəklində qaldı. Biz buradan J-ni də tapanda F-R kvadratını M1 M2-yə böldük. Və burada F-in qüvvənin yerinə Newton yazdıq. R məsafə idi. Məsafənin vahidi metrdir. Kvadratı nəzərə alsaq metr kvadratı olacaq. M1 M2-dəki kütlədir. Kiloqram vur kiloqram olacaq nə? Kiloqram kvadratı deyirik. Deməli, Newton vursun metr böl. Nə olmuş oldu uşaqlar? Kiloqram kvadratı olmuş oldu. Bu da gravitasiya sabitinin nə idi uşaqlar? Vahididir. Problem qalmadı. Qaranlıq olan bir şey olmadı. Əla. Bu da bizim üçün gravitasiya sabitimizin vahidi olmuş oldu. İndi uşaqlar, gəlin ağırlıq qüvvəsindən danışaq. Bura kimi qaranlıq qalan bir şey var idi. Yorğun deyilsiniz, davam edə bilərik də, hə? Ağırlıq qüvvəsi haqqında danışaq. Ağırlıq qüvvəsinin istənilən iki cisim arasındakı cazibə qüvvəsi, uşaqlar istənilən cazibə qüvvəsi üçün ümumi bu düstur var dedik. J vursun M1 vur M2 böl R kvadratı. Bu bizim istənilən iki cisim arasındakı cazibə qüvvəsinin qiymətidir. İndi biz danışırıq ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi. Bəs ağırlıq qüvvəsi nədir? Uşaqlar, əgər cisimlərdən biri yer səthi olarsa, biz ona xüsusi ad veririk. Ağırlıq qüvvəsi deyirik. Yəni, söhbət nədən gedir? Məsəl üçün, bu yer kürəsidir. Bu da yer kürəsində hər hansı bir X cisim. Bu da hər hansı bir yer, biraz böyük çəkəcəm. Bu aşağıdakı yer kürəsidir. Biraz kürəyə oxşamadı. Bu yer kürəsidir uşaqlar. Bu da yer kürəsinin üzərində hər hansı bir cisim. Yer kürəsinin kütləsini böyük M hərfi ilə işarə edək. Deməli, cismin kütləsini kiçik M hərfi ilə işarə edək. Bunlar arasındakı məsafədə olsun R. Bu zaman bu cisimlə yerin arasındakı o cazibə qüvvəsi üçün belə bir düstur yazacaq. F bərabərdir. J vurulsun. Cismin kütləsi vur, yerin kütləsi böl, onların mərkəzlər arasındakı məsafənin kvadratı. Bax, buna biz nə deyirik? Ağırlıq qüvvəsi deyirik. Yəni, sanki bir xüsusi ad veririk də. İstənilən iki cisim arasındakı cazibə qüvvəsinin qiyməti belə təyin olunur. Amma yerlə cisim arasındakı cazibə qüvvəsinə biz nə deyəcək? Ağırlıq qüvvəsi deyəcək. Aydındır uşaqlar? Əgər cisimlərdən biri yer hesab olunursa, həmin onlar arasındakı cəzb etmə qüvvəsinə ağırlıq qüvvəsi deyəcək. Və uşaqlar, sadəcə olaraq yerin kütləsi həddən artıq böyük olduğuna görə onu da kiçik M-lə yox, nə cür göstərmişik? Böyük M-lə göstərmişik. Yəni, qeyri-adi yeni bir şey deyil. Bir daha deyirəm.
cisimlərdən biri yer olduğuna zaman onlar arasındakı cazibə qüvvəsinin qiymətini biz ifadə edəcəyik ağırlıq qüvvəsi anlayışı ilə. Ağırlıq qüvvəsinin digər bir düsturu da var. Ağırlıq qüvvəsi qüvvədir də, onun digər düsturu da var. Nə cürdür? M vur J şəklindədir. Ağırlıq qüvvəsinin digər bir düsturu da var. O düstur nə cürdür? MJ şəklindədir. Məsələn, hər hansı bir cisim yer səthinə ona görə düşür ki, yer özünə onu nə edir? Cəzb edir. Məsələn, mən bu qələmi əlimdən buraxsam, yerə düşəcək. Niyə? Yer cismi nə edəcək? Özünə cəzb edəcək. Bax, hansı qüvvə ilə cəzb edir? J vurulsun, M cismin kütləsi vurulsun, yerin kütləsi böl yerlə o cisim arasındakı, özdə yerin mərkəzi ilə o cismin mərkəzi arasındakı məsafənin kvadratı ilə tapılan bir qüvvə ilə özünə cəzb edəcək. Və bu qüvvənin adı nə gedir? Ağırlıq qüvvəsini. Biz bu ağırlıq qüvvəsini həm də nə cür yaza bilərik? MJ şəklində. M cismin kütləsidir. Bəs bu J nədir uşaqlar? Bu J sərbəst düşmə təcili adlanır. Sərbəst düşmə təcili. Bax, bu J nə olur uşaqlar? Sərbəst düşən cisimlərin təcili. Bu nə deməkdir? Fikir verirsə uşaqlar, mən bu cismi atmıram. Bir var ki, atsam, mən bu cismi aşağıya doğru atsam bu cismi. Ona təcil mən verirəm. Bu zaman təcili əlbəttə ki, A hərfi ilə işarə edirəm. Amma fərz eləyək ki, uşaqlar, bu alma ağacıdır. Almadır, aşağı düşür. Biz atmadıq ki, və yaxud da ki, biz onu ağacı silkələmirik də. Deyək ki, alma özü ağacdan nə edir? Uşaqlar, yerə düşmüş olur. Niyə düşür? Yer özünə cəzb etdiyinə görə. Bu zaman ona təcili nə verir? Yer verir. Həmin o təcili yer verdiyinə görə, yəni sərbəst şəkildə düşdüyünə görə əslində tam olaraq sərbəst sayılmaz. Yer cəzb etdi axı, sərbəst düşmədi. O almanın ağacdan yerə düşməsinə səbəb nədir? Yerin özünə cəzb etməsi. Deməli, bu almaya təcil verən nədir? Yerdir. Ona görə o təcili daha A hərfi ilə yox, J hərfi ilə işarə edirik və sərbəst düşmə təcili adlandırırıq. İndi yerinə görə sərbəst düşmə təcilinin qiyməti 9.18 və yaxud da ki 10 istifadə edəcəksiniz. Ədədi qiymətini əzbərləməyə ehtiyac yoxdur. Lazımdırsa məsələ həllində veriləcək. Bəzən verilmir, amma verilməməsi səhvdir. Deməli, uşaqlar, J nə oldu? Sərbəst düşən cisimlərin malik olduğu nə? Təcil. Buna görə onu nə adlandırırıq? Sərbəst düşmə təcili. Bəzən də adlandırırlar qravitasiya sahəsinin intensivliyi. Və istənilən nöqtədə sərbəst düşmə təcilinin istiqaməti yerin mərkəzinə doğrudur. Bax, burada istiqamət haradır? Mərkəzə. Bu nöqtədə J-nin istiqaməti hara doğrudur uşaqlar? Yerin mərkəzindən. Bu nöqtədə J-nin istiqaməti hara doğrudur? Yerin mərkəzindən. Baxın, J-ni biz nə adlandırdıq? Sərbəst düşən cisimlərin təcilidir. Yəni, J əslində nə imiş? Elə J A imiş. A nə idi? Biz acceleration, təcil demişdik. A təcil idi. J də nədir? Təcildir. Nə cür təcildir? Sərbəst düşən cisimlərin malik olduğu nədir uşaqlar? Təcildir. Hə, indi uzun sözün qısası. Cismi yer tərəfindən cəzb olunduqda bu qüvvəyə nə dedik? Ağırlıq qüvvəsi dedik. Ağırlıq qüvvəsini biz dedik həm belə yaza bilərik, həm də nə cür yaza bilərik? Belə yaza bilərik. Yəni, ağırlıq qüvvəsinin üstü həm J vursun, M vur, M böl L kvadratıdır, həm də M şey. Yadda qalar. Bax, yuxarıdakı bu düsturumuz nə idi? İstənilən iki cisim arasındakı cazibə qüvvəsi. Əgər cisimlərdən biri yer olsa, o cazibə qüvvəsinə nə dedik? Ağırlıq qüvvəsi. İki cür yazdıq. Bir, yerin kütləsini sadəcə olaraq böyük M yazmaqla və yaxud da ki, MJ şəklində. J nədir burada? Sərbəst düşən cisimlərin malik olduğu təcildir. Sərbəst düşmə təcili adlandırılır. Qaranlıq qalmadı bunlar. Problemi olan bir şey var uşaqlar. Gəlin, J üçün düsturlar çıxaraq. Baxın, J sərbəst düşmə təcilidirsə, elə təcilin vahidi xatırlayırsınız nə idi? Metr böl saniyə kvadratı. Madəm ki, elə A, J-dir, yəni təcildir, onda vahidi nə olacaq uşaqlar? Bunun haqqında çox danışmağa ehtiyac yoxdur. Metr böl saniyə kvadratı.
Niyə? Çünki biz demişdik ki, təcilin vahidi onsuz da nə idi? Metr böl saniyə kvadrat. Belə çıxır, J-nin də vahidinin olması lazımdır. Təcildirsə metr böl saniyə kvadrat. Baxın, siz bilirsiniz ki, artıq cazibə qüvvəsi üçün, yəni yerlə cisim arasındakı cəzb etmə qüvvəsi üçün mg deyə bilərik və yerlə cisim arasındakı cazibə qüvvəsi olan mg-ni həm də nəyə bərabərləyə bilərik? Cismin kütləsi vurulsun yerin kütləsi böl onlar arasındakı məsafənin kvadratı şəklində yaza bilərik. Yəni biz ağırlıq qüvvəsini mg və yaxud da ki, belə yaza bilərik də. Bu, buna nə olmalıdır? Bərabər olmalıdır. Yəni bu cür də yaza bilərik, bu cür də yaza bilərik. Razıyıq? Yəni yerlə cisim arasındakı cazibə qüvvəsini cismin kütləsi vur yerin kütləsi böl r kvadratı vur j şəklində və yaxud da ki, f-i də elə mg kimi yaza bilərik. İndi uşaqlar, m-lə m-ni ixtisar aparsaq, sərbəst düşmə təcili olan j üçün j-in bölünsün r kvadratı deyə düstur almış olarıqmı? Bax, j-nin qiyməti nə cür təyin olunub? Dedik ki, 9,8. Bəs o nə cür təyin olunub? Onu təyin etmək üçün nə ediblər? Gravitasiya sabiti olan j-ni, gravitasiya sabiti olan bu j-ni, uşaqlar bu j-ni vurublar yerin kütləsinə, bölüblər yerlə cisimlər arasındakı cazibə məsafənin kvadratını və o 9,8-i alıblar təxmini. Aydındır uşaqlar. Problem yoxdur. Biz j üçün belə bir düstur aldıq. Həm f bərabərdir mg düsturundan biz j-ni f bölü m kimi də yaza bilərik. Həm də nə cür yaza bilərik? J-in bölünsün r kvadratı kimi də nə edə bilərik uşaqlar? Yaza bilərik. Və bu düsturun hardan gəldiyini də gördük ki, mg-ni m bölü r kvadratına bərabərləyib, m-ləri ixtisar eləyib, oradan aşağıdakı düsturu aldıq. Bu bizim sərbəst düşmə təcillimizdir və bayaq dedim, yenə təkrar edirəm, yadda saxlamaq lazımdır ki, desələr ki, təcilin istiqaməti hara doğrudur, yəni sərbəst düşmə təcilinin yerin mərkəzinə. Xatırlayırsınız, çevrə üzrə hərəkətdə təcilin istiqaməti hara idi mərkəzə? Burada da elə təcil olduğuna görə j-nin istiqamətini hara götürəcəyik uşaqlar? Yerin mərkəzinə doğru götürmüş olacaq. Qaranlıq qalmadı. Problem olan bir şey yoxdur. Bu da bizim nəyimiz oldu uşaqlar? Sərbəst düşmə təcilimiz oldu. İndi uşaqlar, vahidi də dedik, metr bölünsün nədir? Saniyə kvadratıdır. İndi gəlin başqa bir şeydən danışaq. Xüsusi qeydlərdən danışaq. Məsəl üçün bir qeyd. Məsələn, əgər uşaqlar, məsələn bu yer kürəsidir, cisim isə yer kürəsindən müəyyən bir h hündürlükdə olanda, onlar arasındakı cazibə qüvvəsi üçün. Normalda cazibə qüvvəsinin düsturu cismin kütləsi vur yerin kütləsi böl r kvadratı şəklində tapılacaq da. Elə deyil uşaqlar. Bax, yer səthindən müəyyən bir h hündürlükdə olanda artıq biz bunun üçün nə deyəcəyik düsturu? Bu yer səthində olandadır. Məsələn, cisim yer səthində olanda, burada olsaydı, cisim yer səthində olsaydı, bu yer kürəsidir. Yer səthində olsaydı, düsturumuz belə idi. F yer səthində. H hündürlüyündə olsa, uşaqlar H hündürlüyündə olsa, J vurulsun cismin kütləsi, yerin kütləsi bölünsün. Bax, H hündürlüyündə olanda məsafəyə fikir verin uşaqlar. Məsafə bir r, bir də ki H-ın nəyinə bərabərdir? Məsafə. Mərkəzlər arasında məsafə götürməliyik. Bir r ilə bir də H-ın nəyinə bərabərdir? Cəminə bərabərdir. Yəni sən bura nə yazman lazımdır? R plus H-ın kvadratı yazman lazımdır. Deməli, video qeydiyyat alınır. Deməli, yer səthində olanda J vurulsun, cismin kütləsi vurulsun, yerin kütləsi böl R kvadratı. H hündürlükdə olanda isə J M vur M böl R plus H-ın kvadratı şəklində nə olmuş oluruq? Almış oluruq. Aydındır uşaqlar. Bax, bunu da unutmayın. Hətta J üçün də belə deyə bilərsiniz. Məsələn, J yer səthində olanda, yer səthində deyirsə, yer kürəsində deyirsə, sərbəst düşmə təcili J-in bölünsün R kvadratı olacaq yer səthi üçün. H hündürlükdə olanda, yer səthindən kifayət qədər yüksəklikdə olanda J-in bölünsün artıq olacaq nə? R plus H-ın kvadratı olmuş olacaq. Deməli, yer səthində olanda J-in bölünsün R kvadratı, H hündürlükdə isə
nə cür olacaq? J-in bölünsün R plus H-ın kvadratı olmuş olacaq. Bunları başa düşdük uşaqlar. Qaranlıq qalmadı. Əla. İndi bir də nəyi yadınızda saxlamağınız lazımdır uşaqlar? Siz bayaqları siz bunu təkrarlayaq. Dedik ki, sizinlə cazibə qüvvəsi deyəndə J vursun M1 vur M2 böl R kvadratı. Əgər radius desə, cazibə qüvvəsi radiusla 4-cü dərəcədən düz, məsafə deyəndə kvadratı ilə tərs asıdır. Yəni, bir daha deyirəm, radius deyəndə, məsafə deyəndə nə cür asılı oldu uşaqlar? Məsafə deyəndə kvadratı ilə tərs asılı oldu. Radius deyəndə cazibə qüvvəsi 4-cü dərəcədən nə cür asılı oldu? Düz asılı oldu. Məsafə deyəndə kvadratı ilə tərs. Nə üçün? Cazibə qüvvəsi üçün danışdıq. İndi bəs J. Siz görürsünüz ki, J-nin düsturu nədir uşaqlar? J-nin düsturu. J-in bölünsün R kvadrat. Əgər məsafə deyirsə, J məsafə ilə nə cür asıdır? Kvadratik tərs asıdır. Razıyıq uşaqlar. Məsafədə axı bu. Məsafə deyirsə J nə cür asıdır? Kvadratik tərs asıdır. Bəs radius desəydilər, gəlin baxaq, tərs asılı olacaq, yoxsa yenə də 4-cü dərəcədən düz asılı olacaq. İndi baxın, J bərabərdir J-in böl R kvadratı desələr. Yer nə cürdür? Kürə şəklindədir. Biz onu nə cür aça bilərik? 3/4 pi R kubu kimi aça bilərik uşaqlar. Razıyıq. Bax, bu R kvadratı ilə R-in kubu ixtisar edib nə qalacaq? 3/4 J, J-miz də var idi də uşaqlar. J böyük şey. M-i açdıq, üzrü sayın, deməli, mən birbaşa yazdım. M-i açdıq, açmalıyıq rho vur V kimi. Elə deyil. Sonra J vurulsun. Rho vur V-ni də açmalıyıq. Yer kürə şəklində olduğuna görə 3/4 pi R kubu kimi. Böl R kvadratı da öz yerində. R-in kvadratı ilə kubu ixtisar edib düstur belə qalacaq da. 3/4 vur J vur rho vur pi vur R. İndi görürsünüz uşaqlar. J radiusla, yəni R ilə nə cür asılı oldu? J R ilə nə cür asılı oldu? Düz. Deməli, məsafə desə kvadratı ilə tərs asıdır. Görürsünüz, məsafədən kvadratı ilə tərs asıdır. Amma radius deyiləndə fikir verdiniz, radiusa gəldik. Radiusla nə cür asılı oldu? Radius desə, radius. Düz asılı oldu. Yadda qalar uşaqlar. Baxın, bu ayrı cazibə qüvvəsi də məsafə ilə kvadratik tərs asılıdır. Qravitasiya sahəsinin intensivliyi, sərbəst düşmə təcili də məsafə ilə kvadratik tərs asılıdır. Amma qüvvə radius deyəndə 4-cü dərəcədən düz asılıdır. Amma J sadəcə düz asılıdır. Aydındır? Bax, fikir verirsiniz, radiuslarla nə cür asılıdır? Düz. Məsafə ilə nə cür asılıdır? Tərs. Məsafə ilə nə cür asılıdır? Kvadratik tərs. Radiusla nə cür asılıdır? Qüvvət isə 4-cü dərəcədən düz. J isə sadəcə düz asılıdır. Yadda qalar? Problem yoxdur uşaqlar. Bu belə. Bizim əsas bilməli olduğumuz ümumdünya cazibə qanunu ilə bağlı qeydlərimiz bunlardır. Bunlardan danışdıq. Ağırlıq qüvvəsinin təsiri altında hərəkəti də mən ayrıca bir videoza kimi sizinlə paylaşmış olacağam. Ağırlıq qüvvəsinin təsiri altında hərəkəti. Ola bilsin ki, həftə içərisində onlayn dərs kimi keçərəm. Məncə onu da indi keçsək, video sizin üçün həm də ki, dərs yüklənmiş olacaqsınız. Onu saxlayıram inşallah. Davam eləyərik.